işindən ümid eləsə, Allahdan başqa Allah ondan ümid eləyər. Ola bilər o iş düzəldər, amma naümid olacaqsan. Mütləq düyünə düşəcəksən. Kimsə kiməsə ümid eləyərsən. Allah deyir ki, bir kəs görsəm ki, niyyətində hamdan qopub mənə təvəkkül eləyib, işi mənim öhdəmdə onu əlini eləyəcəm, narahat olmasın. Allah deyir, get kiminsə qapısına, amma söykənmə. Qapısına getdiyin adama söykənmə. İş gör, amma heç kəsin əsiri olma, azad ol da, onda keyflə yaşayacaqsın. Bir şey istədinsə, get ona tərəf, amma getdiyin yeri ümid eləmə. Sən gedirsən, sadəcə getməlisən deyə gedirsən. Getməlisən deyə. Hətta hərdən belə getməli yerdən də əldə eləsin, hesab eləmə ki, sənin hesablamağa görə oldu. Zahirən hər şey sənin işinin nəticəsidir, amma sənin yenə də işinin nəticəsidir. Yenə də onun hesab kitabı var. O Allahdan birbaşa gəlir. Sən orada da səy eləyirsən, çünki biz iş görəndə istər-istəməz işimizə arxalanırıq. Bizim işimiz kimdənsə keçəndə istər-istəməz kiməsə arxalanırıq. İmtihan burada meydana gəlir də. Deyir ki, get, amma arxalanma. Bununla sınıyır da bizi. Oturub təvəkkül eləmək asan olardı. Deyir, get qapısına, amma zərrə qədər onun əlində bilmə işi. Burada da imtihan burada. Axı biz işimizi necə dəqiq ustalıqla, mahir şəkildə eləmişik. İstər-istəməz adamın arxalanmağı gəlir öz işinə ki, mən gör neynədim, zərgər dəqiqliylə iş qurdum. Burada səni sınağa çəkir də, deyir, işdə çalış, amma elə bil ki, heç nə eləməmisən, təvəkkül eləyəndə elə. Bu ilə səni imtihana çəkir. Vasitənin qapısına göndərir, deyir, vasitə kimi bax. Vasitənin qapısına göndərməsəydi də asan olardı. Belə məsələnin maraqlı tərəfi bundadır. Deyir, vasitələrlə iş gör, amma onlara söykənmə, onlara arxalanma. İşdə işivə söykənmə. Kiməsə dinən, amma dediyin adama söykənmə. Hamı deyir ki, filan kəs sənin problemi həll edəcək. O saat demə, ay Allah, filan kəs sənə qurban olmuyor, öyle demə. Get qapısına, sözlü deyil, amma ürəyin buz kimi olsun ki, mənim işim bunun əlində deyil. Problem bundadır var. Gedirsən qapısına onu ümid eləməyəm. Ümidi başqa yerə eləyəm. İş gör, amma bütə çevirmə. İşivi də, iş gördüyün adamları da, vasitələri də, bütpərəst olma. Bizim çoxumuz bütpərəstdir bu mənada. Bütpərəst təkcə heykəl yonub ona səcdə eləmək deyil. Biz vasitələrə o qədər önəm veririk ki, bütlərə çevrilir onları. Bütün əsarətində keçən həyat tazı keçir. Amma azad elə özü, bir mərkəzə bağlan, qəlbini aram elə, rahat, zövqlə, keyflə yaşa, işində dalıca get, çünki getməlisən. Ruzunu yetirən belə istəyib. Mən buna görə gedirəm. Xəstəsən deyil, get həkimə, amma həkimə söykən. Ümidi bütün filan kəs güclü həkimdə eləyəcək, belə demə. Gedək, yaxşısını seç. Amma bir zərr, elə bil həkimə getməmsən, ümid eləyəndə elə. Evdə oturub sağalmaq gözləyərdin ha. Heç bir vasitəyə müraciət eləmə. Necə ümidin Allaha olardı? Get deyir, amma eyni şəkildə ümid elə. Allah başa salır ki, hərəkət elə, hərəkəti var, arxalanma. Sən hərəkətin vasitədir ki, mənim rəhmətim sənə tərəf gəlsin. Hərəkətindən heç nə, nəticə birbaşa ondan asılı deyil, məndən asılı. Yəni, yenə də qüsurlu bir işi, şişirtmə işi. Çalış, nəticə də olur, amma özünə arxalanma, yenə də təvəkkül mövzusudur. Mən nəsə elədim demə. Yenə də iş təqsirlə bitir. İşi görəndən sonra da heç nə eləmədim. Heç nə eləmədim, böyük bir iş görmədim. Təvəkkül eləyən heç vaxt ziyan eləmir. Təvəkkül eləyən mütləq nəticəyə çatacaq artıqlamasıyla. Məsumların siləsi yolu buyur. Onlar heç kəsə arxalanmadılar. Düz bildiklərini eləyib Allaha təvəkkül elədilər. Allah da ömürlərinə bərəkət verdi.